Leksika bölməsinin izahına baxırıq. Deməli, leksika sözü Yunan sözüdür. Yunanlardan bizə gəlibdir və sözü lexikos sözündəndir. Lexikos sözü isə söz deməkdir. Yəni, ümumilikdə leksika sözləri öyrənir və sözün nəyini öyrənəcək? Mahiyyətini, mənasını, işlənmə dairəsini, bunların hər birini biz leksikada öyrənirik. Leksikanı öyrənən bölmədə leksikologiya adlanacaq. Daha sonra sözlərdən dedik ki, öyrənilir və bu sözün mənalarını bizə lazım olandır. Sözün mənası olaraq biz iki yerə bölürük. Bir leksik məna var, bir də qrammatik məna var. Bunların fərqi nədədir? Leksik məna sözün birbaşa ifadə elədiyi mənadır. Tutaq ki, kitab İçində yazılar olan, məlumatlar olan bir vəsait və ya əsərlə bağlı deyə bilərik, qələm yazmaq üçün bir əşya. Bu artıq nədir? Sözün leksik mənasıdır. Deməli, sözün birbaşa ifadə elədiyi məna onun leksik mənası adlanacaq. Qrammatik məna isə onun sualı, nitq səsi, hansı cümlə üzv olması. Bunlar da onun olacaq qrammatik mənası. Deməli, sözün iki mənası var, leksik məna və qrammatik məna. Və bunu yadda saxlayaq ki, bütün sözlərin qrammatik mənası var. İstənilən sözdən, hətta şəkilçilərində bütün sözlərin və şəkilçilərin qrammatik mənası var. Leksik məna isə yalnız əsas nitq hissələrində var. Köməkçi nitq hissələrinin, şəkilçilərin leksik mənası yoxdur. Yazırıq ki, yalnız əsas nitq hissələrinin leksik mənası var. Nasıl var? Bu oldu deməli leksik məna ilə qrammatik mənadakı əsas fərqimiz. Daha sonra leksik mənanı tapmağın yolları var ki, bu yollarda yadda saxlamalıyıq. Başlığımıza belə yazırıq ki, leksik mənanın tapılma yolları. Birinci olaraq nədir? Sözə yaxın mənalı söz seçmək. Söz seçmək. 2. Əks mənalı söz seçmək. 3. Sözün mənasını izah eləmək. 4. Mənasını və ya biz xüsusiyyətini deyə bilərik, əlamətini deyə bilərik. İzah etmək. 4. Sonuncu yolumuz isə sözü hissələrinə parçalamaq. Parçalamaq. Bu sonuncu, 4. dediyimiz qaydada diqqətli olaq. Sözü hissələrinə parçalamaq yalnız və yalnız düzəltmə və mürəkkəb sözlərə aiddir. Sadə sözlərə aid deyil. Çünki sadə sözləri tərkibinə görə ayırıb parçalaya bilmərik. Bu oldu leksik mənanı izah eləmə yolları. Hər birinin aiddə nümunə göstərək. Yaxın mənalı söz dedikdə qəm, üstəd, kədər deyə bilərik ki, yaxın mənalı söz seçdik və mənanı izah elədik. Əks mənalı söz deyə bilərik, qəmli, şad deyə bilərik. Sözün mənasını, əlamətini, xüsusiyyətini izah etmək. Tutaq ki, məsələn, deyə bilərik ki, məktəb, təhsil almaq üçün elm ocağı deyə bilərik. Sözü hissələrinə parçalamaqda, tutaq ki, məsələn, deyirəm ki, xəstəxana. Bir dilimizdə xəstə sözü var, bir də xana sözü var. Xana burada şəkilçisi var, daha doğrusu xəstəxana şəklində. Xəstəxanada deməli xəstələrin olduğu bir məkan deyə bilərik ki, xəstəxana, dəftərxana, dəftər satılan bir yer. Bu şəkildə mənanı izah eləmək mümkündür. Və yenə diqqətli olaq, sözü hissələrinə parçalamaq yalnız və yalnız düzəltmə və mürəkkəb sözlərə aiddir. Sadə sözləri biz tərkibinə görə ayırıb mənalarını izah eləyə bilmərik. Və nəzərdə saxlayaq ki, bütün sözlərin leksik
leksik mənası yoxdur. Yalnız əsas niksələrin leksik mənası var, amma bütün sözlərin, şəkilçilərin qrammatik mənası var. Çünki qrammatik məna nə idi? Onun sualı, nitq hissəsi və hansı cümlə üzvü olmağı. Bunlar onun qrammatik mənasıdır. Tutaq ki, köməkçi niksələrindən, tutaq ki, üçün qoşma olmağı elə onun qrammatik mənasıdır. C şəkilçisinin leksik şəkilçi olması, adlardan elə isim yaratmağı onun qrammatik mənasıdır. Daha sonra sözün mənasından sonra biz keçirik həqiqi məna, bir də məcazi məna anlayışı var. Deməli, həqiqi məna necədir? Sözün ilkin ifadə elədiyi mənadır. Məcazi məna isə onun törəmə mənasıdır. Yəni, ilkin mənası real mənasıdır. Məcazi məna isə törəmə mənadır. Amma real deyil. Həqiqi mənanın ikinci bir adı dominant mənadır. Deməli, həqiqi mənada necə ola bilər sözlər? Real bir məna ilə. Tutaq ki, deyirəm ki, insanın gözü, uşağın gözü bu həqiqi mənadır. Amma desəm ki, məsəl üçün, bulağın gözü desək və ya pianinanın dili desək, bu artıq məcazi məna olacaq və törəmə mənadır. Sonra bu həqiqi məcazi məna ilə əlaqəli bir də tək mənalı, çox mənalı sözlər var ki, bunlar da elə həqiqi məcazi məna əsasında yaranır. Bir tərəfə yazaq yenə tək mənalı, bir də yazıram çox mənalı. Deməli, tək mənalı ilə çox mənalının fərqi nədədir? Tək mənalı sözlərdə yalnız bir məna olur. Yalnız bir mənanın olmağı tək mənalıdır. Yəni, yalnız həqiqi mənadan ibarətdir. Məna. Amma çox mənalı sözlərdə məcazi mənada olur. Yəni, müxtəlif mənası olur. Həm həqiqi, həm məcazi mənası olur. Həm də məcazi. Həm həqiqi, həm də məcazi mənası olacaq. Fərqi buradadır. Məsələn, təyyarə sözü tək mənalıdır. Çünki təyyarəyə biz başqa bir məna gətirə bilmirik. Təyyarə. Amma çox mənalıya deyə bilərik, tutaq ki, kitab. Deyərəm ki, həyat kitabı, dərs kitabı, tutaq ki, və ya qol, insanın qolu, kəndin qolu şəklində deyə bilərik. Bu oldu deməli tək mənalı ilə çox mənalının fərqi. İndi ayrıcı olaraq çox mənalı sözlər anlayışına baxaq. Çox mənalı sözlərdə dedik ki, məcazilik mütləqdir, yəni mütləq mənalardan biri məcazi olmalıdır, biri həqiqi olmalıdır. Və nəyi yadda saxlayırıq? Çox mənalı sözlərdə məna bağlılığı qalır. Bu nə deməkdir? Tutaq ki, insanın qolu deyəndə insandan ayrılan bir hissədir, kəndin qolu, ağacın qolu deyəndə ağacdan ayrılan bir hissədir. Bu formada məna əlaqəsi yaranır və ya insanın ağzı, qapının ağzı, məna bağlılığı qalmış olacaq. İkinci qaydamız nədir? Çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Eyni nitq hissəsinə aid olmalıdır. Üçüncü qaydamız nə idi? Deməli, çox mənalı sözlərdə mənanın biri mütləq şəkildə məcazilik olurdu. Məcazilik əsas şərtlərdən biri olacaq. Daha sonra, çox mənalı sözlərdə nəyi yadda saxlayaq? Bədən üzvlərinin demək olar ki, əksəriyyəti çox mənalı olacaq. Bir də isim, sifət, feillərdə. Bunlarda çox mənalılıq daha çox qabağımıza çıxır ki, bunlarda çox mənalılığı daha çox görmüş oluruq. Məsələn, vurğu dəyişməklə mənası dəyişən sözlərə deyə bilərik ki, tutaq ki, alma, alma var idi, romantik, romantik, bu tip sözlərdir ki, biz bunların heç birini anonim götürmürük. Uzanmaya görə dəyişənlərdə fonetika bölməsində danışmışıq. Nərədir, əyyandır, davadır, bəzəndir ki, bu sözlər uzanmaya görə məna dəyişir, amma anonim sayılmır. Yazılışı fərqli olan sözlər, tutaq ki, mətin, mətin, əsr, əsir, həsr, həsir, bu tip sözlər anonim sayılmayacaq. Başlanğıc forması fərqli olan sözlər burada xüsusi olaraq diqqət eləyək ki, anonim sayılmır. Yəni, biz sözün eyni olmağına baxıb, yəni vurğunun eyni olmağı, yazışın eyni olmağına baxıb anonim götürə bilmirik. Baxmalıyıq ki, başlanğıc formada eyni olsun. Məsəl üçün, yazıram ki, şair əsər yazdı. Sonra külək
əsər. Deyirəm ki, ondan əsər qalmadı. İndi baxırıq, burada 3 yerdə əsər yazmışam. Şair əsər yazdı sözün köküdür. Külək əsərdə əsməkdən əsərdir. Ondan əsər qalmadı. Bu da əsər şəklindədir. Başlanğıc formalarına baxırıq. Əsər yazdı da başlanğıc forma, digərində əsdi, digərində əsərdir. Deməli, burada bu ikisi bir-birindən amonim sayılacaq. Amma əsər, külək əsərdəkini amonim götürə bilmədik. Çünki başlanğıc forma fərqlidir. Bizə lazımdır ki, başlanğıc formaları eyni olsun. Bir də amonimlərlə çox mənalı sözləri bir-birinə oxşatmaq çox oxşadırlar, hətta qarışıq salır bəzən uşaqlar. Amonimlə çox mənalı necə fərqləndiririk? Birinci fərq odur ki, buraya yazdıq amonim. Digər tərəfə yazıram çox mənalı. Çox mənalı sözlərdə məcazli əsasdır. Amonim sözlərdə həqiqi məna əsasdır. Daha sonra amonim sözlərdə məna bağlılığı olmur, yəni fərqli məna. Çox mənalı sözlərdə məna bağlılığı. Sonra amonimlər həm eyni, həm də müxtəlif nitq hissəsi ola bilər. Nitq hissəsi çox mənalı sözlər yalnız eyni nitq hissəsi olur. Fərqlərimiz buradadır. Yəni amonimdən çox mənalı fərqində diqqətli olaq. Məsəl üçün bir nümunə kimi də götürək. Tutaq ki, məsələn, qol çəkdi. Qol vurduq. Ağacın qolu, uşağın qolu. Deməli, qol sözünə baxırıq burada. Qol çəkdə qol imza mənasındadır. Tutaq ki, qol vurduqda futboldakı qol mənasındadır, uşağın qolu da bədən üzvü qoldur. Deməli, burada qol çəkdə qol vurduq və uşağın qolu. Bunlar birlikdə amonim sayıldı. Çünki tam fərqli mənadır. Qol çəkmək, o imza çəkməklə futbolda qol vurmaq, insanın qolunun məna əlaqəsi yoxdur. Məna əlaqəsi olmadığına görə amonim sayılır. Ağacın qolu məcazi mənadır, uşağın qolu həqiqi mənadır. Deməli, bunlar arasında məna bağlılığı var. Ayrılan bir hissə olaraq. Ona görə bunlarda ayrıca olaraq biz götürürük çox mənalı. Amma uşağın qolunla qol vurduğu, qol çəkdiyi amonim götürürük. Ancaq ağacın qolunla qol çəkdiyini heç bir şey götürə bilmərik. Və ya qol vurduğu ilə ağacın qolu, yəni çox mənalı sayılmayacaq. Çünki məna bağlılığı olmalıdır. Məna bağlılığında harada görürük? Ağacın qolu, uşağın qolu kimi anlayışlarda. Sonra baxırıq sinonimlər. Sinonim deyilişi, yazılışı, müxtəlif mənaları eyni olandır. Deməli, deyiliş, yazılış, bunlar ikisi müxtəlifdir. Məna eyni. Tutaq ki, indi isə amonimlərə baxaq. Amonimlər nədir? Deyilişi, yazılışı, vurğu deyəndə deyilişin içində gedir, amma ayrıca olaraq vurğunda yazıram. Vurğusu, bir də başlanğıc forması. Bunlar eyni olmalıdır. Məna isə fərqli. Bu tip sözlərə biz amonim sözlər deyirik. Deməli, deyilişi, yazılışı, vurğusu, başlanğıc forması eyni, mənası isə fərqli olmalıdır. Məsələn, nümunə göstərək. Tutaq ki, don sözü var. Bir, əynimizə geyinilən don, bir də var soyuqdan donmaq. Görürük ki, hər ikisində burada soyuqdan don, deyirəm ki, soyuqdan don. Məqini də özümüz artırmışıq. Yəni, bunların hər birində don sözündə deyiliş, yazılış, vurğu, başlanğıc forma eynidir, amma məna fərqlidir. Və ya məsəl üçün, gen sözünü deyə bilərik.
gen bir aralı gen mənada deyə bilərik. Bir də gen nəsil deyə bilərik ki, deyiliş yazılışlar, başlanğıc forma, vurğu, hər şey eynidir, amma məna fərqlidir. Biz bu tiplərinə deyirik amonimlər. Və amonimlərdə nəyi yadda saxlayaq? Amonimlər eyni nitq hissəsi ola bilər, müxtəlif nitq hissəsi ola bilər. Burada artıq fərqi yoxdur. Hər ikisi də, yəni eyni də ola bilər, müxtəlif də ola bilər. Tutaq ki, məsələn, don sözünü göstərdik. İsim oldu, feil oldu. Bu artıq amonim sayılmış olur. Daha sonra amonimlərdə nəyə diqqət edirik? Amonimlərdə tərəflərdən biri sadə, biri düzəltmə də ola bilər. Yəni orada bir məhdudiyyət yoxdur. Bir tərəf sadə, bir tərəf düzəltmə ola bilər. Çünki biz əsas başlanğıc formaya baxırıq. Məsəl üçün, buna nümunə göstərək. Yara sözü var dilimizdə. Bir var, yara, işinə yaramaq desəm, yəni işimə yaradı. Kökdür, sadədir. Bir deyirəm ki, nəyisə yarırsan, yəni qolun yarılır, yara yaranır. Bax, elə də artıq düzəltmədir və biz buna amonim götürə bildik. Bir dəfə sadə olub, bir dəfə düzəltmə olub. Amma yenə də amonim sayılır. Bir daha mənasını deyirəm, işinə yaramaq sadədir. Qoldakı, bədəndəki hər hansı bir yara da düzəltmədir. Və biz amonimlikləri taparkən mütləq şəkildə başlanğıc formaya baxmalıyıq. Yəni kökə və ya qrammatik şəkilçiyə baxmırıq. Biz başlanğıc formaya baxırıq. Yəni qrammatik şəkilçiyə qədər olan hissəyə baxmalıyıq ki, amonim olub-olmadığını müəyyən eləyək. Və nəyə yadda saxlayaq? Vurğu dəyişməklə mənası dəyişən sözlərdir. Uzanmaya görə mənası dəyişən sözlərdir. Bir hərfə görə fərqlənənlərdir. Həm ümumi, həm xüsusi olan isimlərdir, sözlərdir ki, biz bunları amonim götürə bilmirik. Adam, insan, hər ikisi də eyni mənadadır. Deyiliş, yazılış fərqlidir. Gözlük, çeşmək. Deyiliş, yazılış müxtəlifdir, məna eynidir. Biz bunları saydıq sinonim olaraq. Və nəyə yadda saxlayaq? Eyni köklü olan sözləri sinonim götürə bilmirik. Məsələn, deyə bilərik ki, vəfasız, bivəfa. Bunlar sinonim sayılmır, çünki köklər hər ikisi vəfadır. Bizə lazımdır ki, eyni köklü olmasın. Bu qaydamızda yadda saxlayırıq. Bir də sinonimlərin tərəflərinin bir tərəfi sadə, bir tərəfi düzəltmə ola bilər. Məsələn, deyirəm ki, çeşmək, gözlük, eynək. Çeşmək, eynək sadədir, gözdən gözlük düzəltmədir. Bu formada deyə bilərik. Bu da oldu sinonimlərlə bağlı və bir də şəkilçilərdə də biz sinonimliyi görmüş oluruq. Tutaq ki, bina, laba, bunlar ön şəkilçilərdə hər biri inkar məzmunu yaradır deyə bir-birinə sinonim saya bilərik bu formada. Sonra gəldik antonim anlayışına. Antonimlər nədir? Əksi mənalı sözlərə antonimlər deyilir və nəyi yadda saxlayaq? Həm antonimlər, həm sinonimlər, bir də çox mənalı onsuz da demişik, eyni nitq hissəsinə aid olmalıdır. Eyni nitq hissəsi gedir. Bu qayda çox mənalılara da aiddir, sinonimlərə də aiddir. Amma amonimlər həm eyni nitq hissəsi ola bilər, həm də müxtəlif nitq hissəsi ola bilər. Deməli, antonimlər əksi mənalı, yəni zid mənalı sözlərdir. Eyni nitq hissəsinə aid olmalıdır. Sinonimlərə dediyimiz qayda burada aiddir. Eyni köklü sözlər antonim sayılmayacaq. Məsələn, deyirəm ki, vəfalı yazıram bu dəfə. Bivəfa. Sayılmayacaq. Və ya səfalı, basəfalı. Bu tip nümunələr göstərə bilərik. Bunlar da sayılmadı və antonim anlayışını biz şəkilçi daxilində də görə bilirik. Tutaq ki, lısız antonim şəkilçilər sayıla bilir bir-birindən, yağlı, yağsız şəklində. Burada şəkilçilər antonim sayılacaq, amma yağlı, yağsızı biz bir-birindən antonim götürmürük. Çünki köklər eynidir. Bizə lazımdır ki, köklər müxtəlif olsun. Və bir də dedik ki, eyni nitq hissəsi olmalıdır. Bəzən qabağımıza oxşar sözlər çıxır, antonim kimi verir, amma götürə bilmərik. Məsələn, tutaq ki, testlərdə ən çox verdiyi qəm, bir də şad sözünü verir, amma bu antonim sayıla bilməz. Qəm isimdir, şad sifətdir. Və ya məşhur, tanınmamış. Yenə məşhur sifətdir, tanınmamış feili sifətdir. Biz bunları antonim götürə bilmərik. Və ya testdən birində məşhurla tanınmışı sinonim kimi vermişdi, səhvdir. Götürə bilmirik. Və ya oyaq, yatmış.
Oyaq yenə sifətdir, yatmış feili sifətdir. Antonim sayılmayacaq. Bunlar da sayılmadı antonim olaraq. Eyni qayda sinoнимdə də aiddir ki, sinonimlərdə də bu qayda ilə getməliyik.